Kollagen çox gözəl prosedurdur. Üzünüzdə kremli, tonalnidir, pudradır, çox qəşəng oturacaq, super bir prosedurdur. Çox qəşəngdir də qızlar. Yəni pulunuz varsa onu gedin hardasa bir 2 aydan, 3 aydan bir elətdirin. 5.6 aydan bir olunur, səhv eləmirəmsə. 5 nöqtə qırışı açır, hər şeyə xeyri var. 5 nöqtə bilirsiniz nədir? Kollagenlə 5 nöqtəni demək olar ki, eynidir tərkibi. Kollagen balıq yağıdır da, tərkibində omega var. Nəyə lazımdır dodağı şişirtmək? Dodağı şişirtmək yox ki, qadın var da indi dodağı lezvi olur, balaca olur, kompleksi var. Kosmetologun bir toxunuşu ilə qadın o qədər dəyişir qızlar. Mahnı apardı. Boş verin. Bəs nə kollagen də kosmetolog edir? İynədir də, ürəyim iynə vurur, üzvə iynə vurur. Nə qəşəng iç geyimlər mağazasıdır bu. İynə vurur da. Kollagen 5 nöqtə nə edir ki? Hər şey, hər bir şey. Doktor Gülsümə yazın deyəcək. Deyib, doktorun özü indi canlıdadır. Dırı Gül yazın, canlıda prosedur eləyir. Düşün qızlar, gedin bir tez. Burnundan razısa. Burnundan razısan çox. Əlbəttə doktor kosmetolog Gülsüm. Dırı Gül yazın TikTokda, odur da mənim həkimim. Qızlar, baxır, seansların qiymətləri müxtəlifdir. Özünüz çox sağ olun, təşəkkür edirəm əzizim, minnətdaram. Xahiş edirəm, kimə əsəb verir canlım, kim sevmir, kim baxmaq istəmir, valla 3 nöqtəliyin, blok eləyin, qəlb qırmaq lazım deyil. Üstə ən gözəl aydır, ən gözəl gündür, ağzınız bəlkə də orucdur. Gedin, ən gözəli budur, çıxın, gedin başqa yayınlara. Belə qalacam. Martın 20-sindən sonra başlayaram kökəlməyə. Özdə bilirsiniz də mən nə boyda, surətli şəkildə bir şey ki, saat 2-də mən dururdum, yemək yiyib yatırdım, aş yiyirdim, yay qız. Orucda kökəlmirsən. Ay xanım, mən oruc deyiləm, dişimdə müalicə gedir. Yox, yazdıqlar o qədər öyrəşmişsiniz ki, orucluq gəlsəydi arıqlayardım deyən cümləyə. Əksinə oruc olanda adam kökəlir. Ay qız, mənim yanımda o qədər yazırlar ki, deyirlər, orucluq gəlsəydi düşərdim diyetaya. Çetin də belə bir qızlarla oturmuşuq. Düzdür, tanıdığım qızın yanına tanımadığım qız gəldi də. Tanıdığım qızın rəfiqəsi idim. Ay da orucluq gəlsəydi arıqlayardım. Deyirəm, sən bilirsən nə danışırsan. Deyir ki, mən oruç tutub arıqlayacam. Günah deyil, söz nədir ki? Deməli, sən Allah yolunda yox, öz yolunda tutursan da, özü qəşəng görsənməyindən ötürü. Burada nə var ki? Dişimizi necə yonublar, əla. Az yox, kiprik qaynaqdır. Kipriklərim qaynaqdır, qızlar, tökülüyor. Prosta axşam özüm mən evdə gedib dərmanım var da, qoyub sökürəm. Evə gedib axşam sökəcəm. Bu gün vaxtım olmadı. Söküb 2 gündən sonra gelib yenisini yığdıracam. Dişimə görə qızlar çox həssas olmuşam. Əsəblərim yerində deyil də, yəni bilirsiniz də, implant beyinlə əlaqədar, çənə sümüyü ilə əlaqədar olan bir şeydir də. Salam Ramin. Canım, sən nizam az. Yo, nömrəsini bilmirəm. Şəmkirli sevirəm mən. Maşının hansındandır? Sedandır ürəyim, yüngülvari. Çox sağ olun. Özünüzə yaxşı baxın. Əhmədlidə. Bura haradır? İkonik salon. İkonik salon, yox. Konumda vurdum mən. Parkovkanın adı nə? Qoca Rəcəbli? Qaçaq Nəbidə ikonik salon, qızlar. Əhmədlidə 50 qəpik restoranın cərgəsində. Mən bura masaja gəlirəm. Nərmin xanım çox gözəl bir nömrəli aparatlarla işləyən nömrə 1 ustalardan, həkimlərdən biridir. Müraciət edə bilərsiniz. Dəstimi Amark Fashion hədiyyə göndərmişdi mənə 3-4 ay bundan qabaq. Qızlar, öpürəm sizi, özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Yaxşı ki varsınız. Linzanı çıxarırsınız axşamlar. Əlbəttə, ay qız. Müalicəvi deyil ki, kosmetikdir. Müalicəvləri çıxartmışsınız. Vaxt zaman olur ki, onu həkim sizə vaxt deyir, qoyursunuz elə. Fənərli telefon işlədirdi. Nə olsun ki, fənərli telefon pis işlədir. Yenə də var fənərli telefonum. Zato sənin kimi 2-ci telefonum yoxdur. Olsa da üzdədir. Nə olacaq ki, fənərli tip? Cadəndi, sən özünü burada adam yerinə qoydun. Dişinə nə olub? Dişimi söktürmüşəm.
Elnura atma, yaxşı, baş üstə. Atsam xəbər verəcəm sənə, narahat olma. 4 yox, milyon gözlər gözləyir. Yaraşmır doğrudan. Amma valla canlıdan sonra WhatsApp'ım 99 plusa düşür Linzanın nömrəsindən ötürü. Yo, mən ömür boyu heç nəyə kompleks eləməmişəm axı, nə dəxli var ki? Yo. Dişimdə düzələcək də, bu hamı bilir ki, diş söküləndə bu vəziyyətdə olur. İmplant əkdirmişəm. Linza heç yaraşmır, ay Nərmin, normal bir şeydir, ürəyim çox gözəl, var olasan. Dəstim Amark Fashion. Bəyəndiniz dəstimi? Doğrudan. Qoy bir dənə də göstərim də, paxıllığınızın adı nədir ki? Hələ Əhmədliyə gedəcəm buradan. Əslində Əhmədlidəyəm, prosta mən arada belə kasa oynayıram ki, hardasa ola Əhmədliyə gedəcəm. Qəşəkdir, hə, süperdir. Ayağı belə manjetlidir amma. Belə istəsiz bağlaya bilərsiniz, istəsiz aça bilərsiniz. Bu dəstimin məndə korичневый rəngi də var, tünd qəhvəyi rəngi də var. Tünd qəhvəyini Sumqayıtımı oradan almışdım. Bunu Amark mənim üçün hədiyyə göndərib. Tünd qəhvəyini İstanbula geyinib getmişdim. Qəşəng görünürdüm, hə. 30 yaşımda ilk dəfə getdim, ilk dəfə də qəşəng geyinmişdim. Baxdınızda bacımız belə korичневый ugidə, korичневый dəsti zat. Az nə paxıllığınız. Çox sağ olun, təşəkkürlər, öpürəm sizə. İmplant ağrılıdır, mən uca keçdim o etabları, ürəyim. Mən implantı oktyabr ayında əkdirdim, artıq çənəmi yardılar, sümüyün üstünü açdılar, burjunları bağlayıblar. 10 gündən sonra ölçü götürüb dişimi taxtıracağım, Allah deyən olsun. Cengi Nieto olsun inşallah. Öpdüm sizi. Var olasınız, minnətdaram, Allah'a əmanət olun.